Salam, direktimə gələn suallardan biri belədir ki, doktor, NIF testi vasitəsilə uşağın autizmli olub-olmadığını bilmək olarmı? Autizmin əvvəlki risklərində də danışdığım kimi, autizmin həm xromosomal sindromlarla əlaqəsi olan forması, həm genlərlə əlaqəli olan formaları, həm də ki, autizmə bənzər autizm spektrli formaları vardır ki, bunlar nə genlərə aiddir, nə də ki, xromosomların yaratdığı bir patologiyaya aiddir. Ona görə də autizmin çox aşağı bir faizini, sırf xromosomlara bağlı olan faizini NIP testi vasitəsilə biz bilə bilərik. Əgər NIP testində hər hansısa bir xromosomda bir patologiya çıxarsa və dolayısıyla autizmə səbəb olarsa, biz bunu şübhə kimi valideynə bildiririk və bu şübhənin tam olaraq təsdiqlənməsi və yaxud da ki, inkar edilməsi üçün yenə də ən son bizə amniosintez kömək olur.